Salam, hər vaxtınız xeyir olsun. Bu son günlərdə Mədəniyyət Nazirliyi ilə olan bu söz söhbətdə əslində mən şərh yazmışdım bir statusa. Görürsüz ki, sağ olsun jurnalistlər, təşəkkürümü bildirirəm. Mənim şərhlərim də xəbərə çevrilə bilir. İlk onu vurğulamaq istəyirəm ki, müsahibə verməməyimin səbəbi var. Jurnalistlər məndən çox müsahibə istədilər bu məsələ ilə bağlı. Müsahibədən imtina etdim. Mənim dediyim söz ancaq var mənim əlimdə. Çünki bilirsiniz ki, insan yalan danışırsa, yalan danışanda çoxlu kənardan sübut da toplaya bilir hətta. Amma düzünü deyən adam çox vaxt görürsünüz ki, tək qalır və haqlı olaraq haqsız durumuna düşə bilir. Mən bu həyatda bir onu deyim ki, təkcə özümə güvənirəm, Allaha güvənirəm və valideynlərimə güvənirəm. Başqa güvənə biləcəyim, etibar edə biləcəyim insanlar demək olar ki, yoxdur, çox azdır, bəlkə də heç yoxdur. Deməli, Mədəniyyət Nazirliyində çalışan mənzərlə bağlı bir açıqlama verim. Mən niyə görə ətraflı müsahibə vermək istəmirəm? Mən deyəcəm, mənim dediyim sözün elə bil ki, dəyəri qalacaq bir kənarda. O çalışdığı, hətta əgər rüşvət alırsa, yəni bunu iddia kimi qəbul eləməsinlər. Eşitdiyimə görə hal-hazırda bir neçə xalq artisti ilə söhbətlər gedir. Hətta bayaq bir tanışım restoranların birində əyləşmişdi. Orada mənə canlı video çəkdi, göndərdi. Göndərmədi, yığdı, dedi səsivi çıxartma, burada oturub səndən danışırlar. Deməli, mənzər və bir xalq artisti, hələ ki adını halandırmaq istəmirəm. Oturublar orada yeyib içib mənim söhbətimi eləyirlər və o xalq artistləri ki, xalq artisti adını alana kimi kimlərə rüşvət veriblər, kimlərlə görüşüblər, hansı yollardan keçiblər, nələr eləyiblər. Bunları mən açıqlamaq istəmirəm. Bu qalsın onların öz əxlaqına, öz vicdanına. Deməli belə, mən bu sənətə gəlmişəm uşaq vaxtı əslində. İmkan qrupu var idi, mən o qrupun solisti idim. Bunu təsdiqləyə bilən insanlar da var, hətta hansı ki bizim qrupda çalışırdı, elə biri Anar Mədətovdur. Həmən qrupun üzvü Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev idi, Sevda Ələkbərzadə idi. Sonra mən gəldim, evdən icazə vermədilər deyə mən musiqinə atmalı oldum. O vaxtı Lenin Sarayı var idi, hətta konsertlərdə, 2 günlük konsertdə mən orada iştirak da etmişəm onlarla birlikdə. Amma qorxdum ki, televiziyada yayımlanacaq və evdəkilər biləcək ki, evdən icazəsiz gedirdim mən məşqlərə falan. Yəni onlar heç vaxt icazə verməzdilər. Bilirsiniz ki, bizim ailə hamısı hərbiçilərdir və müəllimlərdir. Bizdə o vaxtı bu şey qəbul olunmurdu. Mütləq universitetə daxil olmalısan, mütləq ailədə hamının yolunu davam etdirmək kimi belə bir anlayış var idi. Uzun sözün qısası, sonra elə oldu ki, mən erkən yaşlarında ailə qurdum, ana oldum. Yəni musiqiyə həmişə həvəsim olub. Onu mən, yəni ki, hamı bilir ki, mən uşaqlıqdan hətta fortepianoya da getmişəm, Bənövşə uşaq xoruna da getmişəm. Yəni, bütün bu şeyləri qoyuram bir kənara. 2002-ci ildən səhnəyə gəlmişəm və səhnəyə gəldiyim gündən bugün səhnədə gördüyünüz, hətta xalq artisti adı daşıyan müğənnilərlə eyni səhnələri bölüşmüşük. Yəni, çox böyük konsertlərdə. Bulvarda, toylarda, nə bilim, hamısı ilə, bu insanların hamısı ilə demək olar ki, biz eyni tədbirlərdə oluruq. Yəni, burada kimsə çox iş gördü, kim nə bilim konsertlər elədi, mən onu eləyə bilmədim. Bunlar hamısı maddiyata bağlı bir şeylərdir. Yəqin ki, siz bunları başa düşürsünüz, bilirsiniz. Mən 3 oğul böyütmüşəm, mən bütün qazancımı uşaqlarımın təhsilinə xərcləmişəm. Yəni, mənim üçün həmişə ana olmağım birinci mənim prioritetim olub. Ondan sonra isə qalan vaxtımı, qalan vəsaitimi mən sənətə xərcləyə bilmişəm. Konsertlər keçirmək üçün ya sənin çox yaxşı pulun olmalıdır, komandan olmalıdır, komandaya da pul ödəməlisən, arxan olmalıdır. Yəni, bir müğənninin uğur qazanmağı təkcə onun sənəti, intellekti deyil,
həm də əxlaqına da bağlı bir şeydir. Həm yaltaqlıq etməyi də bacarmalısan lazımi insanlara. Onlara hətta görün baxım da etməlisən. Arxanda insanlar da olmalıdır. Dostlar, tanışlar, sevgililər. Yəni kimlərsə olmalıdır. Sən bəlli bir yol keçməlisən. Bizim sahə belədir, neyniyim. Yaxşılar çoxdur, amma bu yola ələ atıb uğur qazananların da sayı az deyil. Bizdə hamı pərdə arxası danışmağı, yığışanda 5-10 nəfər öz aralarında danışmağı çox sevir, amma üzə deməyi, sual verəndə hansısa jurnalist doğrunu deməyə çəkinirlər. Mən çəkindiyimə görə susmadım, müsahibə vermədim, yox. Müsahibəni ona görə vermədim ki, mənim danışdıqlarım sübutsuzdur. Yəni ancaq sözüm var. Mən, yəni ki, Mədəniyyət Nazirliyinin bir işçisi var idi, Nərmin. Nərmin gəlib mənə deyəndə ki, o vaxtı, bəs gəl mədəniyyət evi verək sənə, köhnə bir mədəniyyət evidir, oranı təmir elə, filan şey elə, bunu elə, onu elə. İndiyə qədər o xanımın adını çəkməmişdim, amma bugün gəldim, gördüm ki, həmən restoranda o xanım da oradadır və az qalırdı mənə desin ki, biz sənə pul vermişik tədbirlərə gələndə, əlim üzümdə qaldı, necə deyərlər. Yəni həmən o xanım gəlib bir-bir müğənniləri bu mədəniyyət evlərinə direktor falan bölgələrdə atılmış bir mədəniyyət evlərinə qoyurdu ki, siz oranı təmir eləyin. Əlbəttə ki, dövlət hesabından nazirlik pul siləcəkdi. Müğənnilər oranı öz cibindən təmir etdirəcəkdi və mədəniyyət evinin böyüyüsən deyə, işçisisən deyə sabah sənin təqdimatın veriləcəkdi və sənə ad verəcəkdilər. Əməkdar artist adı almaq üçün mənə bu təklif olmuşdu. Əslində həmən dönəmdə ürəyimdən keçdi, amma mən valideynlərim bilirsiniz ki, mənim anam dedi, həyatı boyu elə bir şey ola bilməz. Mən icazə vermirəm. Sabah nəsə olsa, o sənin boynunda qalacaq. Bu dövlətdən yeyintidir. Sən öz cibindən hətta pul xərcləyib bunu eləsən də, onlar dövlətdən pul yeyintisidir. Mənim valideynlərim bu şeyləri qəbul edən insanlar deyil. Bilirsiniz ki, onlar necə insanlardır, vətənpərvər, hərbiçi. Onların psixologiyası tamamilə fərqlidir. Bəlkə mənim dəyişməməyimin səbəbi də məhz valideynlərimin ətrafımda olan insanların belə insanlar olmasıdır. Yəni, uzun sözün qısası, rüşvət verib nəyisə etmək, bu doğru bir şey deyil. Bu həm özünü, həm dövləti, həm də milləti allatmaq kimi bir şeydir. Əgər indiyə kimi mənim canlı ifalarımı görməmişsinizsə, yəni bu yerdən vurmaq istəyirlərsə ki, o nə oxuyur, nə bilim, neyini. Bəli, mən heç kəsi qane eləmək üçün mahnılar ifa etmirəm. Elə mahnılarım olub ki, hamı tərəfindən bəyənilib. Elə mahnılar da olub ki, ancaq musiqiçilər tərəfindən bəyənilib. Yəni, kütlə üçün olmayıb. Yalnız musiqiçilər bəyənib o mahnıları. Həmişə də imkanım olmur ki, mən gedim, ürəyim istəyən mahnını alım, onu aranjman elətdirim, ona klip çəkdirim, konsertlər eləyə bilim. Konsert eləmək üçün mən musiqiçi götürməliyəm, mənim yanımda komandam olmalıdır, mən onların hamısına pul ödəməliyəm. Təsəvvür edin, mən tək 3 övlad böyüt, 3 oğul, onları oxutdur, pullu məktəbdə, xaricdə, universitetdə, bütün bunların hamısını elə və paralel olaraq da mən sənətə gələndə mənim 4 evim var idi, mənim indi 1 evim var. Yəni mən sənətə gəlib onlar kimi ev sahibi olmamışam. Mən sənətə gələndə mənim hər şeyim var idi. Hər şeyim, 2 avtomobilim, qızıllarım, brilyantlarım, nə bilim, bankda hesabım, hər şeyim var idi. Mənim həyat yoldaşım da varlı insan olub, ailəm də şükür Allaha, yəni ki, elə bir ehtiyacı olmayıb ki, mən onlara kömək eləyim. Yəni heç kəsə ailəmdən kömək eləmirəm. Mən ancaq öz uşaqlarıma baxmışam. Və öz uşaqlarımı da böyütmək üçün, yaxşı böyütmək üçün pulumu buna xərcləmişəm, sənətə qoymamışam. Əgər kimsə bugünkü gün məndən eyni anda sənətə başlayıbsa və gəlib bugünkü gün hansısa nailiyyətləri əldə edə bilibsə, bir otursun, düşünsün ki, bunları etmək üçün o nələri qurban verib və hansı yollardan keçib. Hansı yollardan keçmirsən ki, bugünkü gün sən bu uğuru əldə etmirsən və deyirsən ki, bu mənim uğurumdur. O ki, qaldı, Nərminin adını çəkdim bayaq. Bax, indi mən bunu deyirəm. Bu hadisə baş verəndə, bu hadisənin təkcə şahidi mənim anamdır.
Anamdan başqa, çünki bu söhbətə şahid olan ikinci bir insan yoxdur. Həmən dönəmdə mama bizdə qalırdı və bu söhbətlər olanda da mənim anam bu söhbətlərə şahid idi. Ona görə bunu mən açıq şəkildə deyə bilirəm. Yəni ən azından bu söhbətin bir şahidi var və şahid olan kəs də həyatında heç vaxt nə yalan danışmaz, nə şər atmaz, nə belə qalmaqallara qatılan insan deyil. Yəni şəxsiyyətdir. Qazidir, qadın qazi. Təsəvvür eləyin də o necə xarakterə sahib bir insandır. Yəni ona görə bunu açıq şəkildə deyə bilirəm ki, sabah kimsə desə ki, Nura mənə şər böhtan atır, ən azından mənim yanımda şahidim olub. Başqa məsələlərdə niyə görə mən danışa bilmirəm? Bildiyim hətta məsələləri danışa bilmirəm. Şahid gətirməliyəm. Kimsə gəlib deməlidir ki, mənim yanımda olub bu söhbət. Amma əfsuslar olsun ki, bu söhbəti bilən bir neçə insan var. Onların heç biri heç bir vaxt gəlib bu söhbəti şahid kimi ifadə verməzlər. Ona görə hüquqi tərəfini, qanuni tərəfini fikirləşərək mən çox şeyi açıb ağartmıram. O biri məsələyə, jurnalistlərlə bağlı. Sizə dərin minnətdarlığımı bildirirəm. Hər dəfə mənim xəbərlərimi öz saytlarınızda işıqlandırırsınız. Buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu məsələ ilə bağlı sizə açıqlama verməməyimin səbəbini də sizə dedim. Çünki bir insan nəyisə deyirsə, əgər ona şahid tapa bilmirsə, yəni mən əlimdə telefonla gəzib kiminsə səsini yazan, videosunu çəkən insan deyiləm. Həyatı boyu mən heç bilmirəm ki, telefonda ümumiyyətlə səs yazma necə olur, hardadır, o proqram necə işlədirlər onu necə eləmək mümkündür. Bu şeylərdən mən xəbərsizəm. Yəni mən özümə, nə də bir başqasına belə bir alçallığı yaraşdırmıram ki, kimsə kiminsə səsini yazsın, videosunu çəksin. Elə şeylər var ki, mən onu insanın üzünə deyərəm, heç kimin yanında təkrar onu eləmərəm. Yəni bir insanın alçaltmağı istəmərəm. Və işıqlandırdığım problemlərdə indiyə kimi özümdən çox başqa insanların problemi olub. Mən öz problemlərimi özüm həll eləməyi sevirəm. İndiyə kimi biriniz də bilə bilməzsiniz ki, mənim nə vaxt nə problemim olub, istəyir səhhətimdə, istəyir ailəmdə, ciddi problemlərdən gedir söhbət. Hansılar ki, doğrudan da mənim həyatımda olub. Pulsuzluq da olub. Hər şey bu həyatda hər bir insanın başına gələ biləcək pis, yaxşı nə varsa, onlar mənim də başıma gəlib. Mən də hamı kimi insanam. Amma kənardan başqa cür görünə bilərəm. Siz məni başqa tərəfdən görə bilərsiniz. Hər insan başqasını özü kimi görür zaten. Onsuz da əxlaqsız məni özü kimi görmək istəyəcək. Yaxşı insan mənim yaxşı tərəfimi görəcək. Nə bilim, paxıl insan məni paxıl kimi görəcək. Yəni uzun uzadı bu məsələni xırdalamaq istəmirəm. Zaten mən hər statusumda bütün bunları hər zaman yazıram. Şər böhtanla da mən həyatı boyu nə kiməsə, nə mənə qarşı, nə kiməsə qarşı, başqasına da qarşı haqsızlıq olunanda susmayan insanam və bunun şahidi sizsiniz. Məni izləyən, məni sevən, hətta sevməyən insanlar bunu çox gözəl bilirsiniz ki, əgər mən nəyisə dilə gətirmişəmsə və yaxud bunu yazmışamsa, burada yalan bir şey ola bilməz. Amma sübutum yoxdur. Mən jurnalistlərə bunu müsahibə formasında desəm, sabah həmən insan gedib deyəcək ki, baxın bu adam mənə şər böhtan atır. Bu yaxınlarda bir jurnalistlə danışdıq. Mənə dedi ki, müsahibə verin, bu haqda danışın. Dedim, danışa bilmərəm. Çünki rüşvət verən insan həyatı boyu gəlib deməz ki, mən buna rüşvət vermişəm. Hətta rüşvət verən insan o adamın ətrafında, necə ki bugün masasında əyləşib onunla dostluq eləyirlər, dünən başqa biri müğənnilərlə söhbətləri, yəni bu dəqiqə onun tərəfdaşları, onun dostları, kimlərə ki həmən insanın, Mənzər xanımın yaxşılığı keçib, onlara dəstək olub, onlarla dostluq eləyib, yeyiblər, içiblər, bir-birinə hədiyyələr veriblər, nə bilim, evlərinə gedib gəliblər. O insanlar əlbəttə ki, onun tərəfini saxlayacaqlar. Mən necə durum? Mən tək bu qədər insana qarşı durum deyim ki, bilirsiniz, onlar yalan deyir, mən haqlı olub düşəcəm haqsız duruma. Amma mənim kimi də haqsız duruma düşən çox müğənnilər var, çox musiqiçilər var. Hətta aralarında xalq artistləri də var, sənəti də, təcrübəsi də milyon dəfə bunlarınkindən artıq olan adamlar var. Mənim kimi çox müğənnilər də var, hansılar ki belə haqsızlıqlarla
qarşılaşırlar. Yəni bu bilirsiniz nə deməkdir? Çox qəribə bir monopoliya yaradılıb həmin bu şəxs tərəfindən müğənnilərlə. Öz müğənniləri var, öz ətrafı var. Əslində hamının dostları var. Yəni burada pis bir şey yoxdur. Hamı öz ətrafına kimlərisə yığır. Bəzi insanlar özlərinə sərf edən insanlarla dostluq eləməyə xoşlayırlar ki, onlardan hər zaman bir-birinə xeyir verirlər, bir-biri ilə yaxşı da dostluq eləyə bilirlər. Bəzi insanlar fikirləşmirlər ki, bu insan mənə bundan xeyir gələr, gəlməz. İnsanın öz xasiyyətinə görə, nə bilim, hansı başqa xüsusiyyətlərinə görə dəyər verib dostluq eləyirlər. İndi hərənin bir zövqü var, hərənin bir seçimi var. Mən durub heç kimə deyə bilmərəm ki, sən niyə filan kəslə dostluq eləyirsən? Yəni, əcəb eləyirsən. Düz deyilirsən. İndi elə dövrdür ki, elə gərək ətrafında sənə xeyri deyən adamlar olsun. Ona görə də mən müsahibə vermədim. Mən sadəcə dedim ki, bu məsələdə rüşvət verən insanlar varsa da, onlar gəlib deməyəcəklər ki, biz buna rüşvət vermişik. Ad almaq məsələsində də vaxtilə rüşvət yığılıb. Bayaq da qeyd elədim. O necə öz yolları var idi. Bəzilərini hansısa teatrlara, nə bilim, harasa işə düzəldirdilər, oradan təqdimatın verirdilər. Yəni belə yolları var idi və pul müqabilində olurdu bu işlər. Bu daha əvvəllər idi. Sonradan əlbəttə ki, çox dəyişikliklər oldu, nazirlər dəyişdi, nə bilim, rəhbərlər dəyişdi bir çox yerlərdə. Sistem ümumiyyətlə dəyişdi və kontrol altına alındı. Amma mənim danışdığım şeylər ümumiyyətlə bugünlə bağlı deyil. Bugün onsuz da zaten elə bir şey deyil. Bugün hər bir tədbirdən pul ödənilir və pullu tədbirlərə də определенные люди, ruslar demiş, xüsusi insanlar salınır ancaq. O adamlar da əlbəttə ki, gəlib həmən adamın tərəfini saxlayacaqlar. Mən dedim ki, açıqlamamda, əgər belə bir şey varsa da, bir yerdə korrupsiya varsa, bunu korrupsiya şöbəsi və yaxud hesablama palatasının hansısa qurumu, kimlərsə, yəni bir qurum araşdırmalıdır. Bizim dediyimiz sözlə biz onu sübut eləyə bilmərik. Axı kim rüşvət verəndə video çəkir? O necə olur? Onu hansısa bir qurum eləyir. Ya bunu DTX eləyir, ya bunu korrupsiya prokurorluqda edir. Bunu kimlərsə bu qurumlar edir. Onlar araşdıra bilirlər ancaq. Çünki alınan evlər, maşınlar heç öz adlarına olmur. Bir çox vaxt nə qədər məmur tutuldu, gördük də, hamısı onun bunun adına, qohumunun, nə bilim, dostunun, tanışının, xalasının, bibisinin adına alınmış əmlaklar idi. Keçək sənətdə uğur qazanan müğənnilər, uğur qazanan və qazanmayan o qədər müğənnilər var ki, mənim onların adını çəkməyim düzgün olmaz, çünki bu mənim mübarizəmdir. Mən durub başqa müğənnilərin adını çəkib, onları bu qalmaqala qatmaq və onlara problem yaratmaq istəmirəm. Yazanda da elə yazıram ki, yəni orada heç vaxt iddia olmur, fərziyyə olur. Necə ki, bunu jurnalistlər edir. Eşitdi ki, filan kəs öldü. Yazırlar, bir də məlum olur ki, adam ölməyib. Kimsə buna səhv məlumat verib. Düzdürmü? Olur da belə hallarına rastlaşır. Başqalarını daha çox düşündüyümə görə də insanlara haqsızlıq olanda hətta heç vaxt susmuram. Sənət dostları deməyim, müğənnilər deyirəm həmişə. Sənət dostları sözündən xoşum gəlmir. Sənətdə dostluq etməyi bacaran insanların sayı çox azdır. İstər-istəməz hamı bir-birində konkurensiyayı görür. Bir-birini həzm edə bilmir. Bir-birinin uğruna, sanki onun uğrunu oğurlanmışsan kimi hiss edirlər. İnsanların belə xüsusiyyəti var. Bəlkə bütün sahələrdə belədir. Ümumiyyətlə, mən çalışıram həmişə, özüm də şou biznesin bir parçası olduğuma görə, müğənnilik sənətində olduğuma görə hörmətlə yanaşım. Yəni, heç kimi də durub mühakimə etmək, kim niyə bunu belə elədi, yoxdur. Mən ancaq konkret problemləri işıqlandırıb ondan danışa bilərəm. Bir də ki, insanların bir-birinə olan münasibəti var ümumilikdə. İnsaniyyətdən, bəşəriyyətdən, nə bilim, fəlsəfi fikirlər falan, bu kimi şeylər yazıram. Və bu şeylərin mənə heç bir xeyri yoxdur. Bu mənə pul qazandırmır. Bu hətta məni bir çoxları ilə düşmən edir. Çünki mənə baxıb özlərini görmürlər deyə
də mən fərqlənirəm deyə onlardan. Onlar demək istədiklərini demirlər, kiminsə özünə gülürlər. Mən onlar deyəndə bəzilərini nəzərdə tuturam. Bizim sənətdə o qədər ləyaqətli, şərəfli insanlar var ki, onlar göz önündə deyirlər deyə bəlkə də bir çoxunuzun onların necə ləyaqətli insan olduqlarını bilmirsiniz bəlkə də. Bizim sənətdə çox yaxşı insanlar var. Amma göz önündə olanlar, bəziləri bunları gözdən salır, bizim sahəni gözdən salır. Bunu mütləq deməliydim. Biraz uzun danışdım, vaxtınızı aldım. Məni dinlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Müsahibə verməməyimin səbəbini sizə başa salıram. Niyə görə vermirəm? Müsahibə verəndə də dediyim sözləri bilmirəm hansı formada yazıblar. Səs yazım varsa, mümkünsə məndən müsahibə alırsınızsa, mən ya telefonla sizlə danışıramsa, mənim səs yazımdan bir yerdə qoyun, elə geçsin. Çünki siz ora öz əlavələrinizi eləyirsiniz, başqa formada yazırsınız. Sonra insanlar elə fikirləşir ki, yenə deyirəm, haqlı ola haqsız durumuna məni salmış olursunuz. Onlar elə bilir ki, mən müsahibə verib bunların haqqında belə bir iddialar irəli sürür. Yəni mənim ağlım ona çatmayıb ki, mən neyisə deyə bilərəm və dediyim sözü də nə formada dediyimi çox gözəl bilirəm. Mən deyirəm ki, əgər belə bir şey varsa, bu araşdırılmalıdır. Şikayət varsa, araşdırılmalıdır. Biz deyəndə, əgər bu məsələ araşdırılmırsa, bu məsələ şər böhtan kimi görünür kənardan. Biz haqlı ola-ola haqsız durumuna düşürük. Deməyə çox sözüm var, bunun davamı olacaq.